Adi günlərin biridir. Mercedes almışam, Almaniyadan Azərbaycana qayıdacam. Sarı ceyran. Bəli. Dünənki videoda 1 milyon baxıldı. Lap həvəsliyəm. Və indi avtobusa minəcəm və gedəcəm maşın pulunu verməyə. Bilirsiniz, ödənişin yarısı qalıb. Avtobusdan ora getmək 4 avrodur. Minirəm avtobusa. Nə biləydim ki, başıma belə bir hadisə gələcək. Çantanı unuduram, nəsə özümdə deyirəm. Göz nəzərdə hamısı. Başıma gəlməyən qalmadı, Allah'ım olsun. Dostlar, maşın avtobusda qaldı. Bütün pasportum, sənətim, sumkamı əl elədim. Bu xanım mənə kömək eləyir, sağ olsun. Gedirik avtobus axtarırıq. Keço. Dost tapdım, mən minirəm təzdə. Allah'ım olsun, öldüm ay Allah, sən qurban ol. Belə şey yaşamamışdım. Sağ olsun, heç yerə getməyib. Çantanın içində pasport, sənədlər, minlərlə avro. Mən heç vaxt həyatımda ilk dəfə idi. Nəsə özümdə olmadım. Avtobus tez sürdü, getdi. O xala da bir sən necə saxladım. Bu GTA-da maşın qabağını kəsildi. Elənci dayandım. Bir təhər başa saldım, oturdum maşından. Yolda da itirdi. Dalıcan gedib düşdü qırmızı işığa. Sonra var, yaxşı video çəkmişəm vlog. Üzü qalmışdı, nömrəsi qalmışdı. Getdik, tapdıq. Sağ olsunlar. Yəni İtmətdə qismət beliymiş. Maşın açarlarını götürdüm və artıq maşın mənimdir, ödənişi etdik. Orada görürüz, banka ödədik ki, pulu deyir, birdən pulu saxta olar və maşına otururam, gedirəm ki, burada yaxınlıqda market var. Ənənətdə illərdə Almaniyaya gəlib gedirəm, həmişə gələndə nəsə azuqələr alıram, mavi gilədir, sonra çörək alıram, yolda nə bilim acızam eləsəm, nəsə yeyim, sonra Alman şokoladları alıram. Bəzi alacaqlarım şeylər var idi və bir də görürəm ki, marketin yarısını almışam. Yoldakı rəsm ləvazimatları, nə bilim paraşok falan Almaniyadan ənənəvi nə almaq olar? Yəni biraz çoxaldı. Eybi yox. İndi maşına yığacam, Gürcüstandan da bagaja qoyacam, gedəcəm. Sərhəd bağlıdır deyə tabi belə eləyirik. Əvvəllər sürüb gedirdik və illərlə görürsüz bir ilk Mercedesimdir. Sonra bəlkə Almaniyadan Azərbaycana maşınla nə bilim 20 yox ya, 70 dəfə 60 dəfə gəlmişəm. Gördüyünüz kimi köhnə görüntülər də Instagramda qalıb və sonra sonuncu aldığım Mercedes bu idi, C-Class. Dedim siz də görün. Yəni Fərid köhnə Fəriddir. Fəridi köhnələr tanıyır. Və gördüyünüz kimi maşının tok yerini də yoxlayıram. Hər şey yerindədir və alversi qardaşlarla və ailəsi ilə sağollaşıram. Mən artıq azadam. Maşın mənimdir. Mən də indi Azərbaycana buradan 5000 kilometr yol sürəcəm. Baxıram 95, Y10 yanacağı vururam. Yanacaq 1.75'dir. Pis deyil qiymət. Yəni həmişə şəhərin, kəndin içindən vururam. Görüntüsü də bunu deyirlər taksi bu rəngdə olmur dostlar. Özü bu modeldən taksi olmur. İndi mənim bəyəndiyimdir də, yəni zövqlər müqayisə olunmur. Mənim bəyəndiyim rəng budur, çox əladır, çox bəyənirəm, mənə xoşdur. Və davam eləyirik və biz gəldik Nürnbergə, 300 kilometr gəldim. Nürnbergdə bu gecəni keçirəcəm və oradan yola davam edəcəm. Maşının gecə bir gözəlliyi var, gündüz bir gözəlliyi var və gəldim belə bir otel tutmuşam. Otelə daxil oluram, biraz yorğunam və oteldə qədim Alman üslublu bir oteldir. Amma tərtəmiz, çox səliqəli, yataqları yerində. Və dostlar, Almaniyada çox dostlarımız var. Nürnbergdən Sənandır və gəlir məni qarşılayır və səhər yeməyini yiyirəm. Mən dünyanın harasına gedirəmsə Azərbaycanla heç vaxt məni tək qoymur. Var olsunlar, minnətdaram. Sənan köhnə televiziya işçisidir və burada avtomobil işi ilə məşğuldur və dedi ki Fərid, maşında nəsə burada Webasto problemi var. Dedi ki, elektrik Teymurun yanında. Keçən dəfə Moskvicə də baxmışdım Nürnbergdə olanda və elə bir Webastonun işığı sönmürdü. İndi onun görə nədəndir və getdik Nürnbergdən 30 kilometr kənarda olan ustamız Azərbaycanlı Teymur qardaşın yanına. Keçən də adını da sərtmişdim, üzrü hesab eləsin. Və kompüteri gətirir, qoşur və maşında bir-iki dənə orada aşıbqalar var idi. İndi o aşıbqaların hamısını siləcək və maşın əla vəziyyətə gələcək. Və buradan dostlar yola davam edirik və gəlir Sənanın iş yerinə və burada deyir, bir-iki stəkan çay iç və sonra yoluna davam edərsən. Və belə dostlar, gördüyünüz kimi burada bir dənə 07 də görürük. Ağdamlı qardaşımızındır. 70-007 və bu qardaşındır və əladır, qəşən yığıb, rəngi də qaradır. İndi bilmirəm mən 07 ağ eləyim, nə rəng eləyim, qara da yaraşır, indi bilmirəm. Ağ deyirsiz, ağ eləyərəm. Hələ öz rəngi ağdır, atam deyir ağ elə və maşına minəm uşaqların yanına sağollaşıram və gedirəm digər dostlarımızın yanına və maşın da bura gözəllik saçır da. Burada Nürnbergin digər hissəsidir. Rahib dostum, qardaşımdır, illərdir tanıyıram və Almaniyadan ilk dəfə gəlib maşın alanda hələ Rahibdən almışdım. Sonra digər dostların hamısını salamlaşır. Rahibdir, çox əla maşındır, çox bəyənirəm. Rahib yayda bizi bağında da qonaq etmişdi və illərlə Rahibi tanıyıram və burada restoran da
da var, keçən dəfə getmişdi. Rahib deyir gedək burada marketə bir dənə şey alaq, o birdən skoç. Maşına çünki bunun elə bir rəngi var ki, buferin daş dəysə sonra bunu boyamalı olacaqsan. Maşın da bez kraskadır. Həyat üçün güllər falan da alırıq və skoçu alıb gedirik hara rahibin yerinə doğru. Rahib elə bir bunun qabağını kaplayacaqdı, yəni mühafizə eləyəcək. Yayda bizim də qonaq etmişdi. Həmin görüntünü sizə göstərirəm və gəldik bura. Rahib gördüyünüz kimi bu dostumuzla bir yerdə başlayır yavaş-yavaş skoçları seçməyə. Siz də maşın almısınızsa bu formada qabağına vurun. Həqiqətən çox kömək olur. Daş dəymir, şey eləmir. O biri Mercedes-i mən gətirəndə daş dəymişdi. Gələndən sonra buferi boyadım. Bura rahibin restoranıdır. Yəni Almaniyada deyərdim ki, Azərbaycanlıların ən böyük restoranıdır. Həm də içində şadlıq evi var. Çox əladır. Hələ bayram günlərinə təsadüf edirdi. Bütün milli ruhda bir yerdir. Yeməklər də çox dadlıdır. Burada zalıdır. Burada konsertlər falan olur. Hər şey yerində. Burada deyək elə boş bişirmişik, super var. Bir dənə boşu sonra yola çıxarsan. Allah var etsin. Yəni yolunuz Nürnbergə düşsə, rahibin restoranına baş çəkə bilərsiniz. Adı Simrukdur. Və çay içirik, mənə qəşəng qulluq eləyirlər. Bütün Azərbaycanlı qardaşlar, dünyanın bütün ölkələrində yaşayan hamısını salamlayıram. Hamısı var olsunlar. Belə yolcu yolda gələk, mən buradan yola çıxıram. Hədəfim haradır? Yəni mən Yunan yolundan istifadə edəcəm. Biraz bahadır. Digər yoldan 50% baha başa gəlir. Çünki iki yoldan istifadə etmək olar. Serbiya yolundan, elə bir Avstriya, Macaristan, Serbiya, Bolqariya, Türkiyə. Bir də Serbiyaya girmədən tranzit nömrələri buraxmır. Biz Rumıniyadan getmək olar. O yolları istəmirəm. Çox pis yerlərdə ora. Ona görə ən yaxın gəmi ilə İtaliyadan getməkdir və girirəm DM-ə, həmişə gəlirəm kiçik evə lazım olan vitaminlər alıram, rəsul olsun balıq yağı alıram. Yəni bu artıq məndə bir ənənədir, illərdir bunu edirəm və maşını şarja qoyuram. Çünki maşınımız plug-in hibriddir. Biraz gözləyirəm, biraz yıxsın, amma səbrim yoxdur şarj etməyə. Bir qəşəng şərh yazıb ki, cəmaata elektrikli maşını göstərib özü benzinli maşını alan adam. Yəni elektrikin də öz yeri var, amma hibrid çox gözəldir. Yola davam edirik və Avstriyaya gəlib çatırıq və burada 10 avro veririk, ödəniş edirik, pullu yol. Innsbruckda olmuşam, bağışlayın və Innsbruckda yenidən bir gecə keçirəcəm. Belə bir otel tapıram. Yəni özümə bu it adama oxşuyur ha. Sifətinə bax. Hə, gəldik bu Innsbruckda belə bir gözəl otelə. Qiyməti 90 avro idi. Yəni qiymətlər belədir. Çox qəşəng otel idi və səhər bunun mənzərəsi. Baxın, gözəlliyə baxın. İnsanın beyni dincəlir. Adam burada 1-2 gün qalar. Yəni bayramın 21-i idi deyəsən. Həmin gün burada idim və gəldim qəşəng səhər yeməyi burada yedim. Tortdan, kruasandan, kofedən bir ara simit, kruasan yirdim, hamı yazırdı. Kruasanı çox sevirəm. Və bu mənzərədə gözəl yeməyimi yedim. Səhər saat 9-da, yəni iş rejim kimi. Atama söz vermişəm, gecələr maşın sürməyəcəm və 9-dan 9-adır. Yəni 12 saat işləyirəm. Və bugün niyyətim odur ki, gedib İtaliyanın Ancona şəhərinə çatmaq. Innsbruckdan yola davam edirik, sürürük. Maşın əla gedir. Burada 130, 140, 150 sürmək olur. Heç bir problem yoxdur. Və biz İtaliya ərazisinə yavaş-yavaş gəldik və pullu yoldan istifadə etdik. Pullu yola Avstriyada 20 avro verdik. İtaliyada isə bir xeyli çıxacaq. 45-50 evro yaxın çıxacaq. Çünki orada pullu yollar çoxdur. Və gəminin də qiyməti 350 evro edəcək. Və davam edirik yolumuza və burada bir-iki deyəcək sözüm var. 420 kilometr sonra Ancona şəhərində olacağıq. İzləyicilər, daimi izləyicilər bilir ki, bu yolu dəfələrlə getmişəm. Gəmi vasitəsilə Yunanistana çatacağıq. Yunanistandan da Türkiyə, Gürcüstan, Azərbaycan. Yəni daha doğrusu Gürcüstana qədər aparıq maşını, sərhəd bağlı olduğu üçün. Maşın çox rahatdır. Onu deyim ki, Mercedes keyfiyyəti öz sözünü deyir. Mercedesin səs izolyasiyasını bəyənirəm, bir iyim bəyənirəm, bir də nə bilim ekonomu bəyənirəm. 5 litr yanacaq içir, 95 içir. Belə istəsən toxunla da sürə bilərsən. Nə qədər təriflədim amma bu İtaliyan gözəlliyinə baxın. Mənzərələrə baxın. Superdə Alp dağları ilə irəliləyirəm. Bu özü bir mənim üçün istirahətdə həqiqətən heç yorulmuram. Günə 1000 kilometr sürürəm, heç bir problem yoxdur. Burada yenə yanacaq vururam. Yol kənarından yanacaq vurmaq lazım deyil. Kəndlərin içindən vurun. 10-15 kilometrdən heç nə olmaz. Davam edirik. Birində mən Nürnbergdən səhər saat 8-də çıxdım, axşam Türkiyədə oldum. Bir günə 1700 kilometr sürmüşdüm 2018-ci ildə. Mən təcrübələrim çoxdur. İstəsəz belə podkastlar eləyərəm sizin, videolar eləyərəm. Və davam elədik və biz Innsbruckdan təqribi nə qədər sürdüm? Bir gün dayanmadan 1000 kilometrdən çox yol sürdüm. Bir şey qalmayıb, son nöqtədir. Yolda bir sinətər düpbədiz. Heç yerə dönmürsən, düz gedirsən və liman şəhəri Anconadan biz İqomeniyasiyaya gedəcəyik. Və heç nə bilet falan almamışam.
görək çata biləcəyik gəmiyə yoxsa yox. Saat 7-də gəmi var və gəldik Ancona'ya, kiçik qəsəbədir. Qəsəbə yox, şəhərdir. Yəni çox millətlər var burada. Beləliklə çatdıq ardı növbəti vloqda.